Hər kəsə salam. Bu gün sizlərlə bir yerdə Lezen işləyəcəm və Lezendə necə yaxşı strukturlar olaraq, yəni açar sözləri çıxartmaq, necə yaxşı Lezeni odaqlanmaq, zamanı necə yönətmək, bu açar sözlərdə yəni nə başa düşülür. Yəni bunları sizə göstərəcəm. Ümumiyyətlə videoya başlamadan öncə keçən səfərki videoya bəyəndiyiniz, paylaşdığınız, yəni həqiqətən yazdığınız yorumlar üçün təşəkkürlər. Məni motivasiya edir və bu gün sizlərə zaman bulduğum üçün Lezen Tile 1-i göstərəcəm GTB2-dən. Yəni narahat olmayın. Yəni həmçinin C1 4-cü tile'dır. Yəni bu eyni prinsipdir və test haftada Tile 1-də də yəni hamısı eyni prinsipdir. Yəni ümumiyyətlə sadəcə və sadəcə struktura önəm verir. Yəni strukturu başa düşməyə çalışın. Gerisini zamanla olacaq yəni. Okay, birinci başlayaq. Mən ekranı ikiyə böldüm sizin daha yaxşı görməyiniz üçün. Necə başlayırıq ümumiyyətlə? Yəni bilirik ki, çox adam birinci necə başlayır. Yəni bəlkə siz də elə başlayırsınız. Yəni birinci buranı başlayırıq. Yəni direkt mətnin içinə badozlama dalırıq da. Yəni ay mən bunu oxuyum, vaxt gedir, işte sonra gəlin bunu oxuyum və başlayırıq uca getmir. Yəni ümumiyyətlə necə başlamaq lazım? Yəni altından xətt çəkərək necə başlamaq? Mən bura baxmıram birinci. Yəni ümumiyyətlə bunu işləmək üçün mənə verilən vaxt, yəni tövsiyə olunan vaxt 18 dəqiqədir. Yəni başlamadan öncə mən hardasa öz zamanımı birinci variantlara baxmağım üçün, yəni 90 saniyə və yaxud da 2 dəqiqə maksimum ayıra bilərəm buna, hansı ki mən buna daha yaxşı konsantrə olmağım üçün. Və indi isə sualları oxuyaq. Birinci mən sualları oxuyacağam və oxuduğum suallardan sonra yəni yazacağam, məsəl üçün indi qaralayacağam və əgər bəzi sualların haqqında ideyam bilirəmsə, məsəl üçün nə daha yaxşı ola bilər deyə düşünürəmsə, onu da yanına yazıb not alacağam. İndi isə başlayayım, çox sizi qayda ilə belə boğmayım. Yəni, okey, başlayaq və yazıyıq im Auto einen Gebrauchsgegenstand. Yəni, maşında bir əşyanı yalnız istifadə məqsədi kimi gör, yəni hər hansı bir şey böyütmə maşını əlaqəlidir. Və mən burada xətt çəkə biləcəm, Gebrauchsgegenstandın altından xətt çəkirəm və yanına açar söz olaraq qeyd edə bilərəm ki, böyütmə mətnində keçə bilər, minimal söz keçə bilər, einfach söz keçə bilər və sair və ilaxır. Yəni, bu sözləri təbii ki, özümdən yazıram bura. Yəni, praktikaya baxır. Hər bir şey nə qədər işlədikcə siz görəcəksiniz ki, bəzi sözlər bəzi şeylərə uyğun gəlir. Bunun növbəti Lezen işlədikcə indi yavaş-yavaş müşahidə edə bilərsiniz. İkincisinə gəlirəm və Empfindet Besitz als unwichtig. Yəni kim belə bəzi şeylərə sahib olmağı önəmsiz hesab edir. Yəni bunu da mənə açar söz ola bilər. Besitz als unwichtig. Okay, altından xətt çəkə bilərəm. Yaxşı bir şeydir. Sonra ipucudur yəni. Və Verzichtet auf Fleisch. Yəni kim bundan vazgeçir də, yəni ətdən kim vazgeçə bilər? Həmin misal gəlib çıxır. Yəni burada mənə açar söz nə ola bilər? Yəni düşünürəm ki, bir şeydən vazgeçirsə, özəli yeməkli bir şeydirsə, ya bu adam vegandır, yanına direkt qeyd edirəm. Ya bu adam mətndə böyük ehtimal belə bir söz keçə bilər, ona görə mən gəlib bunu tapa bilərəm. Bunu qeyd edim bura. Qalsın burada. 4-cü sual oxuram. Für spielt die Lage der Wohnung eine große Rolle? Mənzilin yeri kimi üçün belə əhəmiyyətlidir. Yəni burada mənə yaxşı bir söz ola bilər, ya orada keçə bilər, lage ola bilər və yaxud da Stadtleben ola bilər və s. və ilaxır. Yazın bəzən pis ola bilər, üzrü sayın. Wohnun bunun altından xətt çəkirəm, bir də lagenin. Okay, gəlirəm 5-ciyə və wenn ist der Naturschutz bei Entscheidungen wichtig. Mənasında kim üçün qərar vermədə təbiətin qorunması önəmlidir, wichtigdir. Burada da nədir böyük ehtimal, ya umvertlə dair bir şey deyəcək mətndə. Yəni həmişə yanınızda saxlayın. Natal sözü varsa umvertdir, yəni bunun açar sözü. Yəni həmişə belə olur. Yəni dinləmədə də yəni sinonim sözlər axtarırıq da. Yəni sonra bundan bağlı bir bu ifadə də ola bilər. Okay. Yəni bu iki ifadəyə mən diqqətli olacağam. Yəni açar söz çıxardıram özümə, mənə rahat olsun deyə. Və bunu da bura qeyd edirəm. Bu da belə. Wer denkt einfach lebende Personen hätten zu wenig Geld? Mənası nədir? Kim düşünür ki, sadə həyat tərzi sürən insanların az pulu var? Yəni, einfach lebende. Böyük ehtimal orada, nə bilim, ya bir geld problemləri ola bilər, ya nəyəsə geld haqqında deyə bilər, ya nəyəsə satın almaq barəsində deyə bilər. Mən hər şeyi sahib olan və yaxud da ala bilmirəm, tərzi belə bir şeylər gəlib çıxa bilər. 7-ci suala baxıram təkrardan. Davam edirəm. Wer nimmt auf Reisen nichts überflüssiges mit? Səyahətə çıxarkən, məsəl üçün, bəzi şeylər insan yanında götürmür. Deməli, bu adam bir səyahətə çıxacaq və yanında nə bilim, nəsə götürməyəcək. İnsan tək gedəndə səyahətə nə götürmür həmişə? Bir deri çantamızı alıb gedirik də. Okay, çantanın sözünü qeyd edə bilərəm bura və buradan da bunun altından xətt çəkəcəm. Mitnehmen, yəni özü də heç nə götürmür. Adam böyük ehtimal tək çantasını alıb gedir.
Sonra 8-də baxıram. Verwendelt beim Essen allein etwas zu genießen. Mənasında kim üçün yemək zamanı sadəcə zövq almaq vacibdir. Yəni belə deyim, yəni ondan almaq vacibdir. Deməli, bunun açar sözü ola bilər. Allein essen und genießen. Yəni yeməkdə tək oturur, böyük ehtimal ya orada yemək söz ola biləcək. Bunda qeyd edirəm, yəni özəli bu söz gələ bilər. Yəni ya hər hansısa bir yerdə lüks. Bu da ola bilər. Sonra 9-cu sualı oxuyuram. Wer mag sowohl Lux als auch das einfache Leben? Yəni bu sualda təbii ki, altına xətt edəcəm. Lüksu və sadə həyatı kim sevir? Bunu da sarı ilə qeyd edeyim, daha yaxşı şəkildə görə bilək. Ya böyük adam deyəcək ki, mən işte yaxşı yerdə yaşayıram, mətnə görə uydururam. Yəni mən yaxşı yerdə lüks yaşamağı da düşünürəm və həmçinin istəyirəm ki, sadə yaşayım və yaxud da mən bunu eləyirəm, amma sadə bir şəkildə başqa bir şey edirəm. Okey, mən bunları çıxartdım. Bunu da qoy altına xətt çəkim. Başlayaq mətnə. Deməli, bunlar mənim açar sözlərim oldu. Son kəz baxıram. Yəni təxmini bundan yenə deyirəm 90 saniyə bura vaxtımı aparır. Maksimum həqiqətən yəni 90 saniyə mən bunu çox qəşəng şəkildə tez-tez çıxarda bilirəm. Yəni yazılıda lezəndə də belədir. Dinləmə zamanında belə olmalıdır. Sonra gəlirəm mətnə, bunu bura qoyuram daha yaxşı baxmaq üçün. Başlayıram birincidən. Adətən yenə deyirəm, gözünüzə istəyirsə buradan başlaya bilərsiniz. Gözünüzə hansı rahat çarpırsa ondan da başlaya bilərsiniz. Bir taktik olaraq necə edirdim? Mən özümdən deyim şəxsən və tələbələrə də bəzən deyirəm. Yəni məsəl üçün bəzi mətnlər var asandır, işte testafda daha çox olur. Yəni bəzi mətnlər deyək ki, bu qədər olur, böyüklüyü, bəziləri işte bu qədər olur. Yəni sizə baxa bilərsiniz, yəni çıxdış eləmək də bir seçimdir. Yəni daha balacadan da başlaya bilərsiniz, böyükdən də başlaya bilərsiniz, fərqi yoxdur. Mənə görə balacadan başlamaq daha yaxşıdır. Başlayaq, mən çox tərcümə eləməyəcəm indi yenə deyirəm. Direkt yəni əsasən inhaltı başa düşməyə çalışın. Bunu iki cür eləyən var. Həm tərcümə eləyən var, tərcümə edib eləyən var. Okey, başlayıram oxumağa. In der heutigen Gesellschaft wird leider nur noch konsumiert. Yəni tərcümə də eləyəcəm birazdan narahat olmayın. Bugünkü cəmiyyətdə təəssüf ki, həqiqətən yalnız istehlak edilir. Sonra es zählen Besitz und Leistung und das im Überfluss. Sahiblik və performans önəmlidir və bunlar həddindən artıqdır. Das ist den Menschen wichtig. Ich sehe das anders, denn ich habe nur Sachen, die ich wirklich brauche. Yəni deyir, mən bunu biraz fərqli şəkildə baxıram. Çünki yalnız həqiqətən ehtiyacım olan şeylərə sahibəm. Deməli, burada nədir mənim açar sözüm? Bu ola bilər. Yəni, çünki bir açar sözüm mən fərqli bir şəkildə görürəm və mən bunlara sahibəm. Bu mənim açar sözümdür. Hətta bunu da eləmək olar. Buna ehtiyac yoxdur gəç. Davam edək. Ein Autokauf käme mir zum Beispiel nicht in den Sinn. Bir maşın almaq bunun üçün bir vacib bir rol oynamır. Bu adam böyük ehtimal mənim gözüm cimri kimi çıxır. Yəni bu tərəfə mən bağlaşdıracağım üçün. Sonra oxuyuram məsəl üçün deyir, hətta bir xaldenkədə ehtiyacım yoxdur buzdolabına. Auch als Veganer kann man genussvoll essen. Yəni bir vegan kimi mən ləzzətli yemək yeyə bilərəm. Bunun altından xətt çəkirəm. Burada nəsə bir şey var, amma bunun altından xətt çəkməyə ehtiyac yoxdur. Böyük ehtimal bunun altından xətt çəkə bilərəm. İşte böyük ev, niyə yəni sualı maraqlı bir şeydir bu. Sonra davam edirəm deyə mən bəzi bitkilər əkirəm balkonumda və səyahətə getdiyim zaman sadəcə çantamı götürürəm, kamera olmadan və s. Sonra və deyək ki, dostlarımın evində gözəl foto şəkillərlə öyünmək mənə heç bir şey vermir. Və bu adam deyir ki, bu biraz cimriliklə əlaqəli deyil və mən sadə və rahat bir həyat istəyirəm. Yəni bu adamın düşüncəsi budur. Buradan indi mən nə özətləyirəm? Mən özətləyirəm ki, deməli bu adam səyahətə getməyi sevir və özəli minimal şəkildə yaşamağı sevir və göstərişi və lüksə önəm vermir də. Yəni bu adamın diqqətli olsaz, yəni bunu heç beyninizdə avtomatik düşünməlisiniz. Yəni xalqdan ki belə ehtiyacı yoxdursa, yəni mən sadə bir şəkildə izah edirəm. Rahat və sadə yaşamağı sevinir. Yəni heç öyünmək də istəməyən. Biraz cimrilik var. Yəni düşüncə edirik mətnə yuxarı baxmağa. Və yaxud da burada baxaq. Buranı belə çəkim. Okey, oxuyuram birincisini. Wer sieht im Auto? Düşünürəm, yəni sizdə birincisi ola bilərmi? Birinci özümə sual verirəm. Birinci ola bilərmi? Mənə belə bir şey deyilmədi mətndə. Okey, keçirəm ikinciyə. Kim bir şeyə sahib olmağı belə vacib görsənmir də, yəni vacib deyil onun üçün. Sizcə bu mətn buna uyurmu? Yəni məsəl üçün adam yəni heç bir şeyə sahib deyil. Yəni mən deyək ki, hətta buzdolabına belə sahib deyiləm. Mənə görə budur cavab olaraq. Yəni sizə görə də yavaş-yavaş bu olmalıdır. Yəni ümumiyyətlə formalaşmalıdır. Məsəl üçün deyirəm ki, Aynfaq yaşayır.
Yəni də həqiqətən yəni sadəcə bir aynı fakt yaşayan heç nə bu adamı götürmür. Bura görə. Mən buna görə götürürəm buranı, baxın. Heç nəyi götürməyən, sadə yaşayır, yəni praktik olaraq yaşayır, yəni. Sonra gəlirəm 3-ə baxıram. Ətdən vaz keçmək haqqında mənə bir şey deyildi mətndə. Ya dedi. Dedi ki, mən veganam. Həm veganam, həm də iki ləzzətli yeməklər yeyə bilirəm. Onun da altından xətt çəkmişdim. As vegane kan man genus for essen. Buna görə bu ola bilərmi? Ya. Ya deməli məsəl üçün deyir ki, kim ətdən vaz keçir. Yəni bu adam həm ətdən də vaz keçir, həm yaxşı yeməklər də yeyə bilir. Yəni vegan cavabı gəldi bura. Həm də bu adam balkonunda salatlar falan və s. əkmişdi. Bu da okeydir. Sonra 4-cüyə baxıram. 4-cüdə bir şey varmı buna dair? Yəni ev haqqında belə bir şey deyilmədi. Yəni bir lagesi falan belə bir şey olmadı. 5-ci üçün Umwelt haqqında bir şey deyilmədi. Xeyr. 6-ya da baxıram. Belə bir şey deyilmədi 6-da. 7-yə baxıram. Aha. Wer nimmt auf Reisen? Mitnehmen nədir? Özü də bir şey bir yerdə götürmək. Bu sözü bura yazmışam. Və görürsünüz, bəzən açar sözlər həqiqətən, yəni görürsünüz, bu buna uyur. Yəni sizcə bu cavab buna uymayacaq indi. Gəlib yanına A yazıram. Yəni bunlar həqiqətən heç bir bəzən təsadüf deyil, yəni ümumiyyətlə belə biraz insan çox elədikcə bəzi şeylər artıq təcrübə olaraq çıxır ki, bu söz varsa, bu söz mətndə 100% var, yəni və belə bir şey sinonimlər qoymağa çalışıram, özümdən eləməyə çalışıram bunlar, yəni mətnə yendirəm, öncədən baxmamışam, 2 dəfə sizdən baxa-baxa gedirəm. Sonra davam edək, 8-ə baxaq, belə bir şey yox idi, buna dair lüks, aynı fəxr edir, bu adam lüks yaşamırdı. Okey, çıxartdım, 2, 3, 7-ni də çıxartdım. Sonra başlayıram B-ni oxumağa, Katarina'ya gəlirik. De gesamte debatte über die bunu nerve eləyibdir, sonra burada nə ola bilər? Bu söz mənə bir açar söz ola bilər. Davam edirəm. Warum auf etwas verzichten? Mən niyə vaz keçməliyəm də? Yəni həyatdan bu adam deməli nəsə bir tad almaq istəyir. Sonra biraz bunu belə çəkeyim. Okay. Dinge können die schönste Nebensache der Welt sein. Burada açar söz mənim beynimdən düşüncəmə görə nə ola bilər? Schönste. Bu ola bilər. Okay, davam edirəm. Am Abend falan filan evinə qayıdır bu. Und həftə sonları dostlar və s. Tətilini falan göstərir. Açar söz kimi çıxa bilər. Biraz ola bilər. Davam edirəm. Deməli bu adam idmanla bağlı çox belə istəmir idmana getmək falan belə düşünə bilərəm. Sonra davam edirəm. Buraları oxumağa davam edirəm. Okay, burada mənə nəsə maraqlı bir şey yakaladım. Viel brauche ich nicht, mich in den Großstädten der Welt wohl zu fühlen. Bu açar sözü mən götürürəm buradan. Ein bisschen Lux im Hotel, interessante Ausstellungen und schick Essen gehen. Okay, davam edirəm. Viel nehme ich schon deswegen nicht mit, damit im Koffer genug Platz für die. Bunun tərcüməsində nə olacaq? Deyir, səyahətə getdiyim zaman çox da əşya götürmürəm, alış-verişə, biraz çantada yer qalsın. Einem guten oxuyuram. Gesund kann muss essen aber nicht sein, man lebt schließlich nur einmal. Tərcüməsi nədir? Deyir, məsəl üçün mən bunu çox da yox demərəm, yaxşı bir yeməyə belə deyim də, yaxşı bir ona çox da demərəm, yəni yox demərəm, imtina edəmərəm. Sağlam qida işte mənim üçün çox da bir vacib deyil, mənə çox da önəmli deyil, yəni bunun üçün, bunun bu düşüncəsində. Bunun altından xətt çəkirəm. Bu adam sağlamlığa önəm vermir. Sonra adam həyatda bir səfər yaşayır, yəni bu adam lüksə çox düşkündür. Mein Auto, bu hər gün içində maşını istifadə edir və bu ən çox yayda maşının üstünü açmaq deməkdir mənası. Bu üstünü açır. Bescheidenheit ist doch etwas für die Leute, die sich nichts leisten können. Mənası nə deməkdir? Bescheidenheit ümumiyyətlə türkcə var belə alçaq gönüllülük var. Bizdə yəni sadəlik demək olar, yəni. Demək sadəlik isə yalnız maddi cəhətdən imkansız olanlar üçün hesab edilir və ya nəzərdə tutulur. Belə demək olar. Bunun ideologiyasıdır. Yəni qısa mən mətndən çıxartdım oldu ki, bu deməli lüks yaşamağı tərcih eləyir. İşte evə qayıtdığı zaman tətil haqqında foto şəkilləri dostlarına göstərirdi və daha sonra lüks restoranlar və yaxud da lüks sərgilərə, maraqlı sərgilərə
restoranlar yeməyi sevirdi. Sonra deyə bilərəm ki, yəni insanlarda biraz ayrıldı iki yerə. Mən belə bir şeylər təxəyyül yarandı beynimdə və indi isə sol tərəfə baxıram. A-nı oxuyuram. A-da mənə nə deyir ümumiyyətlə? Təkrardan başlasaq. A-da bir şey deydimi mənə? Yəni bir maşında bir şey var idimi? Maşında bir yararlı bir şey kimi görmürdü bu adam. Belə bir mənə mətin bir şey demir. Keçirəm kişiyə baxıram təkrardan. Əslində baxa da bilərsiniz, baxmaya da bilərsiniz. Baxsınız da yaxşıdır. Bəzən ola bilər ki, deyə bilərsiniz ya bu buna da uyur axı. Birdən yoxlamağa hər ehtimalı yaxşı deyən. Bəzi şeylər o bu adam viktik kimi görür hər bir şeyi. Ətdən qətiyyən yəni belə şey deməyib ora. Evin bir durumu. Bunun üçün önəmlidir. Bu belə bir şey keçmədi mətndə. Sonra 5-i oxuyuram. Qoy bu qələm belə eləyim. Umvelt haqqında bir şey dedimi? Xeyr, təbii ki də. 6-ya bura qədər heç bir şey yoxdur. Yəqin ki, ya buralara baxıram. Kim düşünür? Einfach lebende Personen hätten zu wenig Geld. Yəni düşünürsünüz, orada buna dair bir şey var idi. Məsəl üçün deyək ki, sadə yaşayan insanların yetərincə pulu olmadığını kim düşünür? Yəni bu adam düşünür də, yəni bu ideyaya görə. Alçaq gönüllülük dedi ki, alçaq gönüllülük də ki, bəzi insanlar üçün də mən belə beynimdə tutmaq istəyirəm. Bəzən deyə bilərsiniz ki, sən səhv tərcümə edirsən, normaldır. Yəni mən ümumiyyətlə özümdən çıxartmağa çalışıram, özümdən uydurmağa çalışıram bəziləri. Mənə daha yaxşı oturmaq üçün sizə belə edin. Yəni ChatGPT falan soruşanda ən bəst örnəyini, yəni o görürsüz başqa bir şey şəklə tərcümə edən, bu düzgün deyil, yəni özünüz sizə belə məna yükləməyə çalışın. Hər bir şeyi bəzən insan bilməyə bilər, yəni normaldır. Yəni çox böyük ehtimal, yəni bu sözü bəzi adam bilməyə bilər də, yəni normal bir şeydir. Yəni mən sadəcə ona yaxın bir məna uydurmağa çalışıram, yəni. Sonra 7-yə dedim ki, A variantı 7 idi. 6. 6-ya baxdığımız zaman, yəni 6-da yəni təbii ki də, yəni bu adamın bu dediyi düşüncəsi, yəni birə-bir olaraq buna uyur da. Tam olaraq niyə arqumenti də tam əsaslandırmağa çalışsam, deyirəm ki, bu adam dedi ki, məsəl üçün bu işte biraz daha lüksə yaşayır, lüksə qaçır, yəni bəsit yaşamaq tərzi yox idi, yəni. Buna görə düşünür ki, bu olmalıdır, yəni. Altındakı B-ni gətirib qoyacam 6-ya, 7-yə qalır. 7-də belə bir şey deyilmədi. Bu səyahətə gəndə çanta aparırdı da ideyamızı burada əsaslandırırım. Bu səyahətə gedən hətta çanta apardı və çanta apardı və az şeylər götürdü içinə. 8-ci oxuduğumuz zaman 8-də nə deyir bizə? 8-də insan yəni yemək yeyərkən, yəni bu oradan keyif almaq istəyir. Yəni bunun üçün önəmlidir, yəni sizcə o. Belə bir şey oxuduq burada. Yəni diqqətlə baxsaq bu tərəflərə baxın, odaqlan sağ tərəfə. Buralara odaqlanın. Özünüz bəzən odaqlanın, görün tapa bilirsiniz. Mən indi sizə izah edeyim, yəni tam olaraq nə deyir. Okay. Yəni burada diqqətli olsanız, Katarina məsəl üçün ən çox dəyər nəyə verirdi? Yaxşı bir yeməyə dəyər verirdi. Yəni oradakı və tək yeməyə üstünlük verirdi. Yəni hətta burada deyir ki, yəni yalnızca bir şey yemək deyil də yeməklərin belə dadını çıxarmağa da üstünlük verir. Yəni bu mətndə tərcümə edildiyiniz zaman. Və 8-ə görürük ki, o uyurmu? Yəni mənə görə təbii ki də, yəni o uyur. Açar sözlərlə baxıram. Yəni genişsən eləməyi, məsəl üçün lüks bir oteldə, yəni maraqlı bir sərgilərdə yeməklərə getmək daha belə şey olaraq. Sonra 9-a baxdığımız zaman sadə və lüks yaşamaq. Okay, lüks olar bunun üçün, sadə biraz ziddir. Okay, bura qədər baxdım. İndi keçirəm mətn C-yə. Fransıya keçirəm. Für mich ist es wichtig, sowohl gut zu mir als auch zu meiner Umwelt zu sein. Aha, burada maraqlı bir tərcümə beynimə ilk gözə çarpan şey Umweltdir. Umwelti gördüm. Altına xətt çəkdim. Im Alltag versuche ich auf Fleisch zu verzichten. Yəni bu demək olar, ətdən verzicht eləmək istəyir. Okay, mənim gözümdə ola bilər bir ideya kimi altdan xətt çəkim. Davam edirəm. Dostları ilə yeməyə falan getməyi. Hətta vegetarian haqqında da burada bir şey deyir. Olmayanda deyir, bəzən də mən ət falan yeyə bilirəm. İşə radlə götürür. Bu bunu fit eləyir.
və ancaq umweltfreundlichdir. Başni und Regen sind dann aber doch definitiv angenehmer. Qarda, yağışda öffentlich, okey. Bu çox da götürməyin bunun altına. Vielleicht mache ich irgendwann mal carsharing. Carsharing yəni maşın paylaşımı falan eləmək istəyir. Mən nə zamansa bir maşın paylaşım eləyəcəm. Belə maşınları işte kiraya vermək falan haqqında, yəni ümumiyyət qoruyucu şeylər haqqında danışır bu. Mitgeld hat das alles aber nichts zu tun. Çox qəşəng bir ifadə tapdım burada. Yəni tapdım deyəndə, yəni gördüm. Bunu ümumiyyətlə danışığınızda götürün, istifadə edin. Bir argument verərkən, bir nəsə verərkən Mitgeld, ya belə deyin ki, ya weißt du, o da wir wissen, biz bilirik ki, o da ich muss auch betonen, mən vurğulamalıyam ki, deyib bəzi zamanlar belə ifadelər qoya bilərsiniz. Ya Mitgeld hat das alles aber nichts zu tun. Bundan qoyub, var qoyub argument deyə bilərsiniz. Biraz əlavə olaraq, nüans olaraq sizə qeyd edeyim. Deməli, sonra çəkirəm es besteht für mich ein großer Unterschied zwischen Urlaub und Reisen. Səyahət və bunun arasında böyük bir fərq var. Bunun üçün im Urlaub gönne ich mir gerne etwas, ein Sternhotel oder einen Einkaufstrip. Nə deməkdir burada? Nə başa düşmək olar, yəni? Sonra oxuyuram, sona qədər oxuyuram. Siz özünüz də oxuyun, yəni. Bu səyahətdə yeni şeylər, entdekken bir şey kəşf etmək. Okey. Mənası nədir? Ümumiyyətlə sizə nə başa düşdüm, özüm başa düşdüyümü sizə izah edeyim. Sonda dedi ki, biraz konfora qaçır, lüksə qaçır, yəni bu dediyi mətndə. Ümumiyyətlə buranı da belə biraz xətt çəkim altından. Deyək, məsələn, tətildə Urlaub zamanı özünə bir şeylər hədiyyə etməyi sevir. Yəni tətildə özünə hədiyyə eləyir. İşte otellərdə, yəni otellərdə alış-veriş turları və s. Və həmçində ki, işte səyahət zamanı yeni bir şeylər kəşf etmək istəyir. Bu həmçinin ölkələri yürüyüş edərək, yəni daha çox sevir, yəni belə deyim. Yürüyüş edərək ölkələri işte tanımağı sevir. Mən bunu belə başa düşdüm və bu adam bu çox da ki, ümumiyyət, yəni çevrə dostu bir insandır, yəni. Deməli baxıram. Həm də ki, vegetarian haqqında da bir şeylər dedi. Yəni buranı da nəzərimdə tuturam. Bunun da altından xətt çəkirəm, deyir, həftə sonları dostlarım ilə belə eləyirəm. Okey. Arada da ət yeyirəm. Mesela buranı da dedi, nichts Vegetarisches gibt und so weiter. İndi gəlib bura baxıram. Birə baxıram. Auto haqqında bir şey dedi burada. Ümumiyyətlə, okey. Autonu dedi, autoda məsəl üçün hər hansısa bir şey var idi mi? Yəni autoda, okey, bəzilər ola bilər ki, düşünə bilək ki, autoda məsəl üçün bir istifadə oluna bilən bir şey kimi təsəvvür elədi. Ola bilər. Yəni Ceyni də gəlib yanına yazıram, sual qoyuram. Ola bilər, bəlkə də məntiqli gələ bilər. Sonra ikinci dedi ki, unwichtig, belə bir şey deməmişdik. Zaten aya qoymuşduq. Üçə də dedik, ətdən vazgeçməsi. Ətdən vazgeçməsi, yəni tamamilə bu adam ət də yeyin, nətər, yəni vazgeçməyib bu adam. Sonra dördə baxaq. Dörddə nə deyir ümumiyyətlə? Dördüncü düşünün bura. Ev haqqında falan bir şeylər deyilmədi axı mətndə. Çox bir şeylər keçmədi, yəni uzaq baş dedi ki, bəziləri ola bilər ki, miten falan, diqqətli olun, yəni ümumiyyətlə ev haqqında çox da bir şey demədi. Bunu da pas keçirəm, 5-ə baxıram. 5-də mən nəyə qeyd eləmişdim? Umwelt. Burada da 2 dənə altından xətt çəkdim. Umweltin. Başqa bir şey demirəm, yəni. Məncə bəzi zamanlar insan cavabları gözünün önünə gəlib çıxardırlar və bu adamdakı Umwelt qoruyan biri idi, yəni Umwelti dəstəkləyən biri idi. Bu, yəni sözsüz burada ən kolay cavablardan biri budur, yəni sözsüz. 6-ya baxıram. Təkcə baxa da bilərsiniz, baxmaya da bilərsiniz. Baxsınız daha yaxşıdır. Məsəl üçün ola bilər, bəzən səhv görə bilərik, bəzən düz görə bilərik, ola bilər. 6-ya baxsaq belə bir şey deyilmədi çox da. 7-yə baxsaq mitnehmen, səyahətə gedəndə bu kəşf etməyi falan dedi, sevir. Belə bir şey yox idi. Sonra 8-ə baxdığımız zaman lüks kimi, 9. 9-a baxdığımız zaman həm lüks, həm də ki einfache Leben. Niyə həm lüks, həm də ki einfache Leben oldu?
Çox yaxşı bir sual çıxır burada 9-da. Mən düşünürəm ki, 9-da budur. Niyə? Çünki bu adam həm lüksü, həm bəst yaşamağı sevir. Yəni mətndə demişdi hətta. Və məsəl üçün hər ikisi arasında bir balanslaşdırmağı düşünür. Yəni məsəl üçün işte o həm məsəl üçün lüksdən zövq alırdı, həm səyahətdən zövq alırdı. Burada baxa bilərsiniz məsəl üçün bir çoxları şey eləyə bilər. Həm məsəl üçün Einsterne Hotel ola bilər. Buradan da mən ideya tuturam. Sonra okey, ya das passt. Ya das passt. Yəni bu sırf bu ideyalara görə özünüz də daha yaxşı tərcümə edə bilərsiniz. Yəni daha mən qısa özət olaraq deyirəm, video böyük olması üçün. Okey. Yəni burada bunu gətirib yazıram. Başqa çünki buna başqa bir şey yoxdur. Yəni einfach Leben və lüks. Həm burada lüksdə danışır, həm burada Einkaufs haqqında danışır. Und so weiter. Okey, 4-cü temaya gəldiyimiz zaman ich halte das für eine ziemlich deutsche Debatte. Ümumiyyətlə özünüz də oxuya bilərsiniz. Yəni cavablar tapmaq üçün də və yaxud da özünüz təxmin edə bilərsiniz. Məndən öncə. Ich halte das für eine ziemlich deutsche Debatte. In keinem anderen Land wird so viel über das Thema richtig Leben diskutiert. Məsəl üçün, bunu dediyinə görə daha düzgün yaşamaq ən çox Almaniyadadır. Yəni Alman debatlarındadır. Başqa landlarla müqayisədə. Pul heç bir şey deyil. Amma çox da yaralı bir şeydir. Yəni ümumiyyətlə pul heç bir şey deyil, amma yəni yaxşı bir şeydir. Produktlar falan almaq üçün bioproduktlar. Ümumiyyətlə mən də bağımsız olaraq, yəni özüm üçün, yəni özümə, yəni flash alıram, Wurst alıram. Bu nə deməkdir bu söz? Bu söz çiftlik deməkdir. Ümumiyyətlə köydən alıram, çiftlikdən alıram. Belə demək olar. Sonra davam edirəm. Nixnadə, okey, bla 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 bla, okey. Es schmeckt einfach besser. Çox da bir yaralı bir idea yoxdur burada. Und viel Fleisch esse ich sowieso nicht. Okay. Und der Versuch. Okay deyək ki, ümumiyyətlə təbii qidalanmaq, təbii yaşamaq, nə bilim, düzgün yaşamaq üçün bahadır da ümumiyyətlə, ucuz deyil yəni. Qidalar həmişə bahadır. Sonra maşın tərəfə gəldiyimiz zaman, maşın temasına gəldiyimiz zaman ümumiyyətlə bu çox qəşəng ifadədir. Bunu mən belə eləyim sizin üçün. Das Thema Auto. Yəni məsəl üçün bu temanı dəyişim, das Thema nə olsun? Das Thema Konsum gedər. Eha nicht bla 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 dəyişə bilərsiniz və yaxud da bu ideyanı direkt qoya bilərsiniz. Sizin üçün daha yaxşı. Məsələn, deyək ki, avtomobil temasına məsəl üçün ideoloji yanaşmıram da. Belə bir qəşəng bir ifadə ola bilər sizə. Danışıqda. Sonra bu ifadələr də var. Hamısını istifadə edə bilərsiniz. Nə deyir? Für mich ist es in erster Linie ein okey. Burada deyir ki, mənim üçün o ilk növbədə nəqliyyat vasitəsidir. Okey. Bəzən istifadə edirəm, bəzən zəruridir, bəzən sadəcə rahatdır. Tıxaclara görə oxuyuram. Tıxaclara görə çox vaxt ictimai nəqliyyatdan və ya velosipeddən istifadə edirəm. Bunu dediyi şeyə görə olaraq. İndi buradan altına nə xətt çəkəcəm, ona da baxıram. Yəni bu maşın temasında bu adamın ideologiyası başqa olduğu üçün, yəni əsasən deyir ki, o mənim üçün bir şeydir də, yəni bir vasitədir sadəcə. Wohnungen habe ich zwei. Deyir ki, mənim iki evim var. Okey, şəhər mərkəzində çaya yaxın olan 2 otaqlı bir ev. Sonra deyir, ismə wichtig. Su mənzərəsi, yəni su mənzərəsi mənim üçün vacibdir. Davam edirəm. Okey, deyir səyahətlər üçün elə bir ki, lüks dolu bir Wohnmobil, das bedeutet karavanım var yəni. Bunun karavanı var əsasən. Da ist man völlig frei und hat doch immer alles nötige dabei. Deyir, beləliklə tam azad olursan, yenə də lazım olan hər şey yanında olur. Buradan açar sözləri mənim nə oldu? Onları birinci olaraq altından xətt çəkeyim. Bir də buraları toparlayayım. Daha yaxşı görə bilən mənim üçün. Deyir, maşın mənim üçün bir nəqliyyatdır. Yəni, bir maşın mənim üçün bir vasitədir. Yəni, o lüks deyil maşın bunun üçün. Bu adam mən çox, nə bilim, biraz evlərə daha çox önəm verir. Yəni, ev bunun üçün görsə lüksdür. Yəni, adətən
Yəni mənzərəsi də önəmlidir. Yəni buna belə deyə bilərəm. Yəni indi baxıram mətnə, ən azından bir şeylər oturmağa çalışdı kafamda. Birinci suala gəlib baxıram. Kim maşını, məsəl üçün, maşında bir anlam yükləyirdi və yaxud ki, ilk sualda buna həm C variantda dedik, həm bunu da dedik. Yəni burada birincə demişdim, məsəl üçün, yəni maşına sadəcə bir anlam yükləməlidir o, yəni bir onu sadəcə bir A nöqtəsindən B nöqtəsinə gedən bir şey kimi gördü. Yəni budurmu, C-dirmi? Yəni C-yi çox adam deyə bilər ki, işte burada yəni, sırf buna görə, car sharing'e falan görə, yəni buna görə bu olmur. Yəni maşında sadəcə bir yəni dediyim kimi bu bir şey deyil, yəni minimal olaraq, yəni bir praktik olaraq görə bilir. Yəni ona görə bu variant olacaq. Birə D-ni yazacağam. Sonra 2-yə yenə baxa bilərsiniz, baxmaya bilərsiniz. Bunu keçmişdik. Belə bir şey demədi. Hətta bu yeyirdi bəzi, tam çox yenə yeyirdi, yəni. Okey, evin şəraiti. Bax görürsüz yenə yazmışam, Stadtleben. Yəni Stadtlebeni həqiqətən, yəni onu orada təsadüfən yazılmır bəzi şeylər orada ümumiyyətlə. Belə sizə deyim buradan. Burada Stadtleben olmasa da nə başqa bir Leben dedi burada. Yəni nə bilim Innenstadt. Yəni bir şey gəldi çıxdı yəni burada. Ona görə 4-də də bu məntiqli seçim olaraq yəni uyur. Sonra 5. 5 haqqında bir şey demədi. 7 bir şey demədi. 8-ə bir şey demədi. 9-a bir şey demədi. Okey. Bura qədər. Əgər yenə deyirəm, ümumiyyətlə ümid edirəm belə işləmək sizin üçün çox yaxşı olacaq. Hər şey belə işləməyə çalışın. Yəni biraz başda əsas alışana qədərdir. Əsas bəzi şeylər tutana qədərdir. Ondan sonra rahat bir şəkildə öyrənəcəksiniz ki, nə necə olmalıdır və çalışın, çox işləyin. Ümumiyyətlə altından xətt çəkmədən heç nəyə baxmayın arqument olaraq və sonda işlədiyinizi analiz etməyə çalışın. Əgər bəzi sözlər bilmirsinizsə, bu tamamilə normaldır. Yəni bunu pas keçməmək olmaz. Yəni oturdunuz, işlədiyiniz testi və sonda baxın səhvlərə. Adətən tələbələr deyir ki, mən birinci misal tərcümə eləyə gedim. Bu yaxşı bir göstərici deyil. Ümumiyyətlə mətni tərcümə eləməyə getməyin. Yəni axırda eləyin. Yəni birinci oturun işləyin, sonra analiz etməyə başlayın ki, bu söz niyə burada var? O zaman biləcəksiniz ki, bu niyə burada var və bilə biləcəksiniz. Ümumiyyətlə real həyatda çox vacibdir bəzi şeylər. Bu mətni necə analiz edirəm? Qısaca deyim, videomu bitirək. Misal bu söz niyə burada var? Sonra məsəl üçün də f niyə burada var? Nə bilim, yenə oxuyuram ki, bu niyə burada var? Misal üçün atıram, yəni bu niyə belə yazılıbdır? Bunlar mənə həm alman dilimə də, ümumi alman dilimə də kömək edəcək, həm də ki, yəni hər zaman bilsəm daha yaxşı olacaq. Yəni belə tərcümə edeyim mətnlərdə, mətndən söz çıxardarkən özəliylə. Bu günlük bu qədər bu videoda. Növbəti videomuzda çalışacağım Lesen Tile 2-yə baxaq və burada baxaq Tile 2-yə, yəni davam edəcəm, yəni qısa-qısa çəkirəm. Zaman bulduqca hər hansısa bir sualınız olarsa şərhlərə yaza bilərsiniz. Videonu bəyənib paylaşmağı unutmayın. Təşəkkürlər, hamınıza bolca uğurlar.